Salam değerli vətən oğulları, salam əziz qardaş və bacılarım, salam doğma Azərbaycan xalqım. Bugünkü mövzumuz şəhidimiz Kazımzadə Kamal Rəşidoğlu barəsindədir. Kazımzadə Kamal Rəşidoğlu 1970-ci ilin sentyabrın 22-sində Şuşada doğulmuş, 1992-ci ilin mayın 8-də orada həlak olmuşdur. Kamal Rəşidoğlu Kazımzadə Şuşada fəhlə ailəsində dünyaya göz açmışdı. Hələ uşaqkən ata-anasını itirmişdi. Üzeyir Hacıbəyov adına bir nömrəli orta məktəbində oxumuş, sonra fəhlə gənclər məktəbinə dəyişilərək oxuya-oxuya 3 nömrəli toxuculuq sexində işləmişdi. 1988-ci ilin noyabr ayında hərbi xidmətə çağırılmış, 2 il Sovet ordusunda xidmət etmişdi. Hərbi xidmətini başa vurandan sonra doğma şəhərinə qayıdıb, hərbi paltarını soyunmamış, silah götürərək Şuşanın müdafiəsində dayanmışdı. Şuşa cavanlarının təşkil etdiyi özünün müdafiə dəstələrinə qoşulmuş, şəhərin müdafiəsində iştirak etmişdi. Şuşa ərazi müdafiə batalyonu yaradılarkən könüllü olaraq batalyona yazılmışdı. 1990-1992-ci illərdə Şuşanın, Kərkicahan, Kosalar, Nəblər, Qaybalı kəndlərinin müdafiəsində iştirak etmişdi. Erməni hücumlarının qarşısının alınmasında fəallıq göstərmişdi. 1992-ci ilin mayın 7-sində Kamal Şərq Musiqilər Aləti Fabrikinin yanında yoldaşları ilə birgə düşmənə qarşı qızğın döyüşlər aparmış və bu onun son döyüşü olmuşdu. 21 yaşlı qəhrəman döyüşçü Bakıda Şəhidlər Xiyabanında dəfn olmuşdu. Allah şəhidimizə rəhmət eləsin, torpağı nurla dolsun.